Salam, belə bir binom misalına baxaq. Binomun açılışında 4-cü və 13-cü ədlərin əmsalları bərabərdir. X iştirak etməyən həddi tapın deyir. Deməli, mən öncə burada həddin əmsalını necə tapmaq lazımdır? Yəni, binomda məsələn 13-cü həddi necə tapmaq lazımdır, 4-cü həddi necə tapmaq lazımdır? Onun deməli düsturunu yazacağım. Binomda k plus 1-ci həddin tapmaq üçün deməli açılışında bu düsturdan istifadə edəcəyik. Tk plus 1 bərabərdir. K-10 n-dən k-ya, deməli a-nın üstündə n çıx k, b-nin üstündə k düsturundan istifadə edirik. Bizdə söhbət 4-cü həddən gedir. Əlbəttə ki, bu düstur a üstə gəlsin b üst n binomunun açılışına aiddir. Yəni burada n budur. K da indi bizə neçənci hədd deyəcəksə ondan olacaq. İndi bizə burada 4-cü hədd deyir. 4-cü hədd, yəni T4'ü tapmalıyam. Əlbəttə ki, mən burada T4'ü tapmaq üçün gərək K-nın yerinə 3 qoyam. Deməli, K 3'dür. Bizdə binomda fikir versək, burada M-dir. Yəni, N də elə M-ə bərabərdir. T4 bərabərdir. K-10 N-dən K-ya, yəni M-dən 3'ə, A-nın yerində burada x kvadratıdır. Deməli, x kvadratının üstündə m çıx 3. Baxın, bu m çıxılsın 3, vurulsun. Düstur əsasən yazıram. Vurulsun b-nin üstündə k. Burada b-nin yerində 1/x-dır. Üstündə də deməli k. K da bizdə 3'ə bərabərdir. Bu şəkildə. İndi burada əmsal gördüyümüz kimi burada dəyişən yoxdur. Daha doğrusu burada əmsal yoxdur, dəyişəndir. Burada da dəyişənli əmsal yoxdur. Burada bir dənə əmsalımız var. O da K-10 m-dən 3'dür. İndi 13-cü hədlərin əmsalları bərabərdir. T13'ü yazsaq, T13 bərabərdir. K-10 n-in yerində m-dir. M-dən 13'ə, a-nın yerində x kvadratıdır. X kvadratının üstündə m çıxılsın 13. Bunların fərqi vurulsun. B-nin yerində bizdə burada 1/x-dır. 1/x-in üstündə deməli 13 olacaq. Bu qüvvətlərin cəmi də bizə elə bil ki, öz qüvvətini verməlidir. Yəni M. Ona görə qısaca olaraq yadda saxlaya bilər ki, burada da 13. Yenə burada ancaq dəyişəndir. Burada dəyişəndir, əmsal yoxdur. Əmsal burada K-10 m-dən 13'dür. Mənə də deyir ki, deməli burada bir şey də deyim ki, deməli T13'ü tapmaq üçün gərək mən K-nın yerinə deməli 12 qoyardım. Ona görə də burada K-10 m-dən 13 yox, 12 olacaq. Bu 13'lərin hamısı 12 olacaq. Unutmuşam bunu burada. Sonra bizdə indi əmsallar bərabərdir deyə K-10 m-dən 3 bərabərdir K-10 m-dən 12. K-10 m-dən 3 bərabərdir K-10 m-dən 12. K-10'da belə bir qayda var idi axı. K-10 n-dən k bərabərdir K-10 n-dən n çıx k-ya. İndi mən burada m-dən 3'ün yerinə yaza bilərəmmi? M-dən m çıx 3. Bu da bərabərdir K-10 m-dən 12'yə. Baxın, m-lər eynidir. Deməli, m çıx 3-də nəyə bərabər olur? 12'yə bərabər olur. Deməli, m 15'dir. Yəni, bizim binomumuzda deməli, m-imiz nəyə bərabər oldu? 15'ə bərabər oldu. M hardaydı? M bizim binomumuzun qüvvəti idi. Yəni, x kvadratı üstə gəlsin 1/x-in üstündə m idi. İndi mən bunu yazsam, x kvadratı üstə gəlsin 1/x-in üstündə nə olacaq? 15 olacaq. M-i bura qədər tapdıq. İndi bizdə x iştirak etməyin həddi deyir. İndi görün, mən buranı silirəm. X iştirak etməyin həddi m-i verib, elə birbaşa 15 verib, misalı bu şəkildə verib. Bizdən imtihanda birbaşa x iştirak etməyən həddi istəyə bilər. Mən indi m-i 15 tapdım. M-in yerinə 15 yazdım. Misalı heç məsələn bu hissəni verməyib, birbaşa bunu verə bilərdi. Deyərdi ki, sərbəst həddi tap. Sərbəst hədd bilirik də, x iştirak etməyən həddi və ya x iştirak etməyən həddi tap. Burada necə tapacağıq? Yenə, bayaqçı kimi tk plus 1-in düsturunu yazırıq. K-10 n-dən k-ya, a-nın üstündə n çıx k, b-nin üstündə k. Bu, əlbəttə ki, bunun üçündür. Bu binom üçündür. Bax, bu düstur. İndi bizdə burada a-nın yerində x kvadratı durur. B-nin yerində də nə durur? 1/x. N-in yerində də 15.
İndi mən yazacağım komizon n-dən k-ya. Əlbəttə ki, mənim burada n-im 15-dir. Olacaq 15-dən k-ya. A-nın üstündə, yəni x kvadratının üstündə deməli 15 çıx k vurulsun. B-nin üstündə, B-miz də bizim burada 1 bölü x-dır. 1 bölü x-in üstündə nə? K. Biz bilirik ki, deməli, buradan x-ları sadələşdirsək, qüvvətlər vurulur, olur 30 çıxılsın 2k. Bunun da x üstündə mənfi 1 yazsam, 1 bölü x üstündə mənfi 1 deməkdir. Üstündə də k var, bu da olacaq x üstündə mənfi k. Vuranda bilirik ki, əsaslar eynidirsə, üstlər toplanır. X-in üstündə, baxın bunları toplayacağım, 30 çıxılsın olacaq 3k. Nə vaxt deməli ifadədə x iştirak eləməyəcək? X-in qüvvəti 0 olanda, yəni x iştirak edilməsi üçün bunun qüvvəti 0 olmalıdır. Burada da x-in qüvvəti 30 çıx 3k-dır. Bərabərdir 0-a, 30 bərabərdir 3k-ya. K da bərabər nə alınır? 10. Deməli, k-mız 10-dursa bizdən neçənci, yəni iştirak etməyən həddi tapın deyir. Neçənci həddi isə olmağı sorursaydı, k-nı 10 tapdığıma görə deyə bilərdim ki, bu 11-ci həddir. İndi məndən deməli x iştirak etməyən həddi, yəni tapın deyir. Həddin özünü tapmalıyam ki, o hansı həddi, x iştirak etməyən hədd. Biz deməli buradan tapdıq ki, bu 11-ci həddir. İndi o 11-ci hədd olmağını biləndən sonra k-nı artıq tapdım axı nə olduğunu. Gətirib k-nın yerinə burada qiymətini yazsam, olacaq komizon 15-dən 11. Komizon 15-dən 11. Baxın, k-nı artıq tapdım axı. Komizon 15-dən 11. Deməli, daha doğrusu bu 11-ci həddi, k-mızda 10 oldu. İndi k-nın yerinə 10 qoysaq, olacaq komizon 15-dən 10. X-in üstündə də deməli 30 çıx. Əlbəttə ki, 30 həqiqətən də 0 olur. Yəni, həddimiz oldu komizon 15-dən 10. Komizon 15-dən 10-u da hesablamaq, elə komizon 15-dən 5-ə hesablamaqdır. 15 çıx 10, 5-ə hesablamaqdır. Bunu da hesablayanda 15 faktorial bölünsün. 15 çıx 5, 10 faktorial vur nə olur? 5 faktorial. 15-in 10-u gedir. Qalır. Deməli 11, 12, 13, 14, 15 böl 5 faktorial. 5 faktorial da 120'dir bizdə. 120 ilə 12 gedər, 10 qalar. 10 ilə də 14-ün ikisi gedər, 5 qalar. Burada 7 qalar. 15 ilə də 5 gedər, 3 qalar. Yəni 11 vurulsun 21 olur. Deməli bizim cavabımız. Burada 13 də var. Deməli 11 vur, 21 vur, 13 olur bizim yəni həddimiz. Həmin o sərbəst hədd, x iştirak etməyən hədd. Amma həddin əgər desək ki, neçənci həddi, yəni x iştirak etməyən hədd neçənci həddi, onda deyərdim ki, 11-ci həddir.